Selam merdumi dünya, selam. Təqribən 64 illim vardı. Salı 50'dan mən fərq. Mən özüm ki 44 ildir fərq oxuyuram. Mən bu rəngləşini özüm bilirəm. Şilləcanını, darkeşini özüm bilirəm. Tamamen vaqəqtam işlərimi özüm görürəm. Sən istəyirsən vaqəən muvaffəq olasan, bunu saxlayırsan. Rudu məvadı var. Bunun yeni bir dənə başlayırsan, toxuyarsan, bəxti bu quytuldu. Gene onu saxlayırsan, bu qəblənişin satır. Bu fərqi təqribən indi mən 20 ayda toxuyuram. Yarını təzə rədd eləmişəm, bir dənə 6 metrdir. Hər 3 ildə bir dənə mən bu 6 metrlərdən toxuyuram. Rəngi də gələndir, ağ əbrişəm ki, torlu dolu, əvvəli karşında torlu dolay. Onu gətirirlər, qumda satarlar, ağın satarlar. Bizlər də ki, bir də məsələn alıyıq, gətirib, bir də əksərən ümdəsin qumda boyatdıyardıq qəblən. Bəli, indi gündən ki, bir sabah mərada rəng rəsmimiz var filan, yaxşı mahir bir sabah boyaqçılarımız var. Bir mərada boyurlar. Mərada da elə bir ağa yoxdur ki, elə bir insan yoxdur ki, bir də məsələn, bu məvaddə əvvəliyyə ki, əbrişəm olur, çilli əbrişəm olur. Onları gətirərlər, bu da qəşəng özləri alarlar, müstəqim satarlar. Bizlərə də bir də məsələn, orada bizlərə ucuz vəkilə çıxa, bizlərə də bir dərsimiz düşür Allah'tan ötürü. Eyb olsun ki, bir sabah bizlərin zəhəmatı batıyıq. Bəhrəni olaydı, bizlər də bir sabah zəhəmatı çəkirik. Mənim ricayətim vardı ki, mənim bir sabah bu videom olsun, müntəşir olsun.